Terrorçuluğu maliyyələşdirmədə və cinayətkar birlikdə iştirak etmədə təqsirləndirilən Aslan Həsənovun barəsində Dövlət Təhlükəsizlik Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bölgə TV xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən Aslan Həsənov 11 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. İttihama görə Aslan Həsənov ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə xarici ölkə ərazisində yaradılmış cinayətkar birliyinin üzvü olaraq həmin cinayətkar birliyin dayanıqlı fəaliyyətinin təmin edilməsində və fəaliyyətində iştirak edib. O cümlədən bu birliyin rəhbərliyinin tapşırığı əsasında terrorçuluğu maliyyələşdirmə cinayət əməllərini törədib. Qeyd edək ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci terrorçuluğu maliyyələşdirmə və 218.2 cinayətkar birlikdə iştirak etmə maddəsi ilə ittiham edilib. Dilbər Vüqar qızı, Bölgə TV.